Salam aleykum. Bugün Azərbaycanda da kifayət qədər geniş yayılmış biznes klass dünyasının ən dözümlü avtomobili Mercedes-Benz W212 E300-dən danışacağıq. Əvvəlki videolarda W212 haqqında ümumi bir video çəkmişdim. Bu videoda sırf E300-dən tam ətraflı danışacağım. W212 gövdəsi 2009-cu ildə təqdim olunan da brendi üçün əsl inqilab idi. Əvvəlki W210 və W211 modellərində gördüyümüz o yumru dörd-göz fənərlər yerini kəskin, iti və aqressiv xəttlərə buraxdı. Avtomobilin eksteryeri həm playboy, həm də ciddilik ab-havasını mükəmməl birləşdirir. Aerodinamik müqavimət əmsalı 0.25-dir ki, bu da öz dövrü üçün öz segmentində rekord göstərici idi. Restyling, yəni restylingdən əvvəlki 2009-2013-cü il modellərində buferlərdə LED şəkilli gündüz ledləri və künclü dörd-göz fənərləri görə bilirik. 2013-cü ildən sonra gələn restyling, yəni facelift versiyada isə fənərlər artıq vahid blokda məşhur full LED texnologiyası ilə birləşdirildi. Radiator barmaqlığı isə avantgard və AMG paketlərdə mərkəzi yerləşdirilmiş böyük ulduz loqosu ilə daha dinamik görüş qazandı. İnteryer və full komplektasiyanın opsiyaları. İçəriyə keçdikdə bizi klassik Alman keyfiyyəti qarşılayır. Sükanda yerləşdirilmiş Direct Select ötürücü rıçağı, yəni Scorus'un sükanda yerləşdirilməsi mərkəzi konsolda nəhəng saxlama yerlərinə şərait yaradıb. Panel boyu uzanan ağac və ya alüminium işləmələr orta konsoldakı analog saat salonun prestijini bir daha vurğulayır. Bəs maksimal, yəni full komplektasiyalı E300-də biz nə görürük? Gəlin sayım. Aeromatik pnevmatik adaptiv askı sistemi, qarşıdan gələn maşını kölgüləyən Smart ILC Full LED fənərlər, 2 hissəli panoramik şüşə tavan, Premium Harman Kardon Logic 7 və ya Bank Olufsen sistemi, döngələrdə belinizi tutan, masajlı, isidilməli və havalandırmalı, dinamik multikontur oturacaqlar, 3 zonalı termotronik, iqlim kontrol və arxa pərdələr, təhlükəsizlik tərəfdə isə tıxacda özü dayanıb gələn Distronic Plus, avtomatik tormozlayan pre-save, zolaqda saxlama, ölü zona xəbərdarlığı, 360 dərəcə kamera və hətta Night View Assist, yəni gecə görmə kamerası. Bu komplektasiya bugünün ən müasir maşınlarına belə meydan oxuyur. Mühərriklər, güc və yanacaq sərfiyyatına. İndi isə gələk ən vacib məsələyə. W212E300-ün kapotunun altına. Burada iki müxtəlif dövr və iki müxtəlif mühərrik var. Birincisi pre-facelift, yəni faceliftdən öncəki 2009-2011 modellərdəki M272 kodlu mühərrik. Bu 3.0 litrəlik V6 atmosfer mühərrikidir. 231 at gücü və 300 Nm tork hasil edir. 0-dan 100-ə 7.4 saniyə sürətlənir, yanacaq püskürtməsi sadə olduğu üçün benzin keyfiyyətinə qarşı daha dözümlüdür. Yəni keyfiyyətsiz yanacaqla da normal işləyə bilir. Yanacaq sərfiyyatı şəhərçi orta hesabla 12.5-14 litr, magistralda isə 7 litr civarındadır. İkincisi, facelift sonrası, yəni 2011-2016-cı illərdəki M276 mühərrikidir. Bu isə artıq 3.5 litrlik birbaşa püskürtməli, yəni CZI texnologiyalı V6 atmosfer mühərrikidir. Güc artıb 252 at gücünə, tork isə 370 Nm-ə yüksəlib. 0-100 sürətlənməsi 7.1 saniyədir. Ən gözəl tərəfi odur ki, daha güclü və dinamik olmasına baxmayaraq daha qənaətçildir. Şəhərçi sərfiyyatı 10.5-11 litr, magistralda isə 6 litrə kimi düşür. Yağ qulluq reqlamenti və qutusu. Bu mühərriklərin uzunömürlü olması üçün qulluq şərtlərini mütləq bilməlisiniz. Mühərrik yağı kimi MB229.5 spesifikasiyasına cavab verən tam sintetik 5W30 və ya 5W40 yağı istifadə olunur. M272 tutumu 8 litr, M276 isə 6.5 litr yağ alır. Bizim iqlim və tıxacları nəzərə alsaq, yağı hər 7-8 min kilometrdən bir dəyişmək şərtdir. Qaz payləmə zənciri. M272-də 180-220 min kilometrdən, M276-da isə 150-200 min kilometrdən bir dəyişmək lazımdır. M276-da soyuq işə salınma zamanı faza təmizləyicilərdən, yəni vanuslardan tıqqıltı səs gələ bilər. Əgər belə bir səs eşidirsinizsə, yaxın müddətdə zəncir komplektinin daha tez dəyişdirilməsi lazım ola bilər. Sürətlər qutusuna gəldikdə, E300 benzin modellərinin hamısında 7G-Tronic və ya 7G-Tronic Plus avtomatlar sürətlər qutusu yerləşdirilib.
7 D-Tronic 2013-cü ilə qədər olan bütün W212-lərdə olub, 2013-cü ildən sonra isə artıq 7 D-Tronic Plus-a keçirildi. 7 D-Tronic-in eynisidir, sadəcə bir qədər daha təkmilləşdirilib. Bu qutunun yağını hər 60.000 kilometrdən bir dəyişsə, sizə ömürlük xidmət edəcək. Bu 7 D-Tronic, həmçinin 7 D-Tronic Plus, yəni hər ikisi demək olar ki, eyni sürətlər qutusudur. Tork konvertorlu, yəni hidrotransformatorlu sürətlər qutusudur. Buna görə burada heç bir quru sürtünmə, dolayısıyla heç bir aşınma yoxdur. Buna görə də bu mühərrik yağı vaxtında dəyişdirildikdə ömürlükdür. Ölçülər və bagaj. Praktik tərəfdən W212 tam bir ailə və biznes sedanıdır. Bagaj həcmi tam 540 litrdir. Öz sinifinin ən böyük bagajlarından biridir. Yanacaq sənin standart 59 litr olsa da E300-lərin çoxusunda opsional 80 litrlik böyükçən gəlir ki, bu da bir dəfəkəni doldurub magistralda 1100 km-dən çox yol getmək deməkdir. Avtomobilin uzunluğu 4.86 metr, ağırlığı isə komplektasiyadan asılı olaraq təxminən 1.7-1.8 tondur. Niyə məhz E300 W212-də seçilməlidir? Belə bir suala istəyirəm cavab verim. İnsan niyə W212 alırsa məhz E300 almalıdır? Cavab qısa və çox sadədir. Qızıl orta. W212 xəttindəki 4 silindrli turbolu mühərriklər E200, 220, 250-də istifadə olunmuş olan M271 və M274 kodlu mühərriklər ağır gövdə üçün bir qədər yetərsiz qalır. Dinamikası aşağı olur, həmçinin ağır gövdəni daşımaq üçün gərgin işləməli olur və bu da mühərrikin resursunun tez bitməsinə gətirib çıxarır. Böyük V8 mühərrikləri E500 və hətta daha sonrası yüksək yanacaq sərfiyyatı, yüksək vergi xərcləri və həmçinin qiymətinin də bir qədər baha olması ilə insanın büdcəsini biraz çətinə salır. Məhz E300-dəki V6 atmosfer mühərriki heç bir turbosuz, sadə, balanslı və uzun ömürlüdür. Həm kifayət qədər dinamikası var, həm də mühərrik gərginliyə düşmədən illərlə işləyə bilir. Həmçinin bu avtomobil barədə sizə maraqlı bir məlumat da demək istəyirəm. Bu avtomobili istifadə olunmuş olan sürətlər qutusu adaptiv sürətlər qutusudur. Sizin sürüş tərzinizi qeydə alaraq ona uyğunlaşdırır özünü. Yəni siz avtomobili uzun müddət sakit sürsəniz, birdən-birə sərt sürməyə çalışdıqda, sport sürmək istədikdə avtomobil sizə yenə də yavaş reaksiya verir. Hətta internetdə forumlara girsəz, belə bir yazılarla da qarşılaşa bilərsiniz. İnsanlar bəzən avtomobili alır, görür ki, avtomobil nəsə getmir, ləng gedir, gec tərpənir, sürətləri gec ötürür. Biraz sonra bu öz-özünə düzəlir. Daha sonra öyrənirlər ki, avtomobil daha əvvəl yaşlı bir qadın idarə edib, yaşlı bir insan idarə edib. Yəni siz avtomobili uzun müddət çox ləng istifadə etmişsinizsə, sürətlər qutusu buna uyğunlaşır və sizin avtomobili ləng sürməyi sevdiyinizi nəzərə alaraq özünü ona tənzimləyir və ya əksinə sport sürdükdə bir müddət sonra özünü yenə buna uyğun tənzimləyir. Əlbəttə ki, bunu sıfırlamağın bir yolu var. Avtomobilə əyləşirsiniz, qapılar bağlı vəziyyətdə olmalıdır. Start-stop düyməsinə bir dəfə basmaqla və ya açarı bir dəfə çevirməklə preborlar yanan vəziyyətə gətirirsiniz avtomobili. Qaz pedalının kickdown düyməsinə dəyənə qədər basırsınız. Bu vəziyyətdə start-stop düyməsinə bir dəfə basaraq və ya açarı çevirərək söndürürsünüz avtomobili, tam bağlı vəziyyətə gətirirsiniz. 2 dəqiqə falan gözlədikdən sonra avtomatik olaraq özünü sıfırlayır. Ki zaten sıfırlamasanız belə bir müddət sürdükdən sonra sizin öz sürüşünüzə uyğunlaşır. Bu da Mercedes-in belə gözəl bir funksiyasıdır. Avtomobilin zəif cəhətləri və alarkən nələrə diqqət etməli? Bu avtomobilin heç mi zəif tərəfi yoxdur deyə soruşsaz, əlbəttə ki var. Alarkən bu nöqtələrə xüsusi diqqət yetirməlisiniz. M276, yəni faceliftdən sonraki mühərrikdə soyuq işə düşmə. Maşın tam soyuduqdan sonra işə salınanda ilk 2 saniyədə zəncir və fazı təmizləyənlərdən, yəni vanoslardan taqqıltı səsi gəlməməlidir. Bu səs varsa, qaz payləmə sisteminin baha başa gələn təmiri qaçınılmazdır. M272, yəni faceliftdən əvvəlki mühərrikdə isə giriş kollektoru və balans valı. Köhnə mühərrikdə kollektorun daxili hissəsi vaxtla sıradan çıxır və mühərrikin işinə qeyri-sabitlik yaradır. Arxa podramnik çürüməsi W212-lərin xroniki problemlərindən biridir. Xüsusilə Avropadan, rütubətli ölkələrdən gələn maşınlarda arxa podramnik paslanıb çürüyə bilir. Alarkən maşını mütləq qaldırıb altına baxmaq lazımdır. Elektronika və sam blokları. Bagaj hissəsində su sızmaları olubsa, arxa sam bloku zədələnir və elektronikada qəribə xətalar verir.
Aeromatik və LED fənərlər. Əgər aldığınız maşında hava askısı, aeromatik və Interlink LED fənərlər varsa, onların işləkliyini mütləq yoxlamaq lazımdır. Bunu əslində mən zəif cəhət olaraq adlandırmazdım. Əksinə bu avtomobildəki çox gözəl funksiyalardan biridir və kifayət qədər də dözümlüdür. Lakin əgər avtomobil keçmişdə qəza keçiribsə və ya hər hansı səbəbdən bunlar işləmirsə, bunun təmiri çox baha başa gəlir. Buna görə də işlək vəziyyətdə olduğuna diqqət etmək yaxşı ola bilər. Yekun olaraq deyə bilərəm ki, əgər vaxtında qulluq olunmuş, təmiz bir Mercedes W212 E300 tapsanız, o sizə həm komfortu, həm prestiji, həm də alman keyfiyyətini uzun illər yaşadacaq. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Növbəti videoda hansı model təhlil etməyimi istərsinizsə rəylərdə yazın. Hələlik.